Saçımı axşamdan belə yuyub, fenləyib hörmüşəm. Çünki keçən vlogumda da dedim, istəmirəm saçımı yandıram. Tez-tez fenlə vurmaq istəmirəm. Yeni vlogumdan hər birinizi salamlayıram. Kanalıma xoş gəlmisiniz. Yenə işə hazırlaşıb gedirəm, ancaq səhər deyil, gün ortadır. Saçı yandırmadan şəkilləndirmək üçün bir neçə təbii üsul öyrənmişəm. Növbəti vloqlarımda göstərəcəm. Mən deməli işə getdiyimə görə, bugün həm də bazar günüdür, istəmirəm makyaj eləyim. Ona görə üzümü nəmləndirirəm birinci, göz altımı. Əsas məsələ nəmləndirim. Sonra üzümü nəmləndirim. Üzümü nə qədər nəmləndirsəm də, tez-tez üzüm yuduğuma görə dəhşət quruyur. Öz ən çox bınaya quruyur. Yuxarı hissələr yağlıdır, qarışıqdır da yəni dərim. Ancaq bilirəm ki, su vurduğuma görədir. Mən bir dənə qulov vuracam, parlatıcı olsun deyə. Baxma da iş yerinə gedirəm. Səliqəli olsun da, solğun görsənməyim. Mən qulovu əlimdən vururam, itki olmasın deyə. Hava bulutlu deyə pəncərənin qabağında çəkirəm. Ona da elə bilirəm ki, üzüm qaranlıq düşür. Mənim sizdən bir xahişim olacaq. Mənim əgər vloqlarımı bəyənirsinizsə, mütləq yaxınlarınızla vlogumu paylaşın, kanalımı paylaşın, kanalımda olan vloqları paylaşın. Mənə dəstək olun. Məni əvvəldən izləyən izləyicilər var ki, hər dəfə nə paylaşsam yazırlar. Bunlar yəni mənim nəzərimdədir. Gələcəkdə də inşallah kanalım daha da böyüdükcə həmin izləyicilərimi heç vaxt unutmayacağım. Onlar üçün həmişə güzəştlər eləyəcəm, onları sevindirən bir şeylər eləyəcəm. Çünki yəni mənə sədaqətli olduqlarına görə bir dənə kontur vuracağam. Tananidən başqa hər şey eləyirəm. Belə mən adətən makyaj eləmək istəməyəndə sadəcə olaraq biraz səliqəli görsənmək üçün bu üsulla istifadə edirəm. Belə tonalisiz, yüngül belə bir şeylər eləyirəm ki, səliqəli görsənim. Hamı evdədir, bir dənə mən işə gedirəm. Makyajımı bitirdim. Bir dənə qaşımı darayacağım. Bu gelin şotkasıdır məndə. Gel almışdım onu. Bitdi. Bu şotkasını atmamışam, qalıb. İstəyirəm ki, bir dənə də gel yenə də gel alım. İndi keçirik, saçımı açıram. Makyajımı belə yüngül bir şey elədim. Tonalisiz falan. Qlovdur üzündə. Yana. İndi saçımı açıram. Görək saçım necə olur. Bilirəm ki, mənə şərhlərdə yeni sualı verəcəksiniz ki, işlədiyiniz veriliş bağlanıb ya yox və yaxud da ki, bu xəbər düzdür. Bilirəm bu sualları verəcəksiniz. Ona görə də indidən buradan cavablarınızı verim ki, bəli, işlədiyim veriliş bağlandı artıq. Bilirəm ki, mənə görə də sual verəcəksiniz ki, mənim işim necə olacaq? TV-nin öz işçisi olduğuma görə mən işimə davam edirəm. Çünki mən kanalın öz işçisiyəm. O şirifdən qaçdı oldu. Bura yaxşıdır, bura yox. Buranı hörəndə hiss elədim, nəsə nitoloq var. Gəlmişəm işə, qalxıram yuxarı. Özümə güzgüdə baxıram ki, tananisiz vəxşə məncə qəşəng görsənir. Tanani vuranda belə çox uzun qırış, nə belə. Bəlkə də tanan nədəni bilmirəm, amma belə sibej görsənir adam. Adam var ki, ona makyaj yaraşmır, yəqin o mənəm. Gedək. Eve geldik. Bazar günü bayram verilişi çəkirdik. Bu vaxtı gördüm ki, nanəli proqramı gedir. 2019-cu ildə çəkdiyimiz verilişlər idi. Həmin illərdə anamı itirmişdim, həm də iş həyatımda böyük dəyişikliklər olmuşdu. Bu proyekti işləyirdim. Biraz nostalji oldum. Tavardır gedirəm hələ. 4 saat çəkiş edəndən sonra bitirdik. Hamımız da işte orucluydu. Özümü çatdırım. Kral da evdədir. Əlavə bayram efiri çəkirdik deyə gəldim. Verişə çəkdik. İndi işə qaçıram. Evə qaçıram. İftar yaxınlaşır. Evdə bir dənə biraz su var. Turala demişim kartof qızart.
Mən çatmayacağım yemək pişirməyə. Canımız iftarı yesin o da. Mən də gedim yiyeyim. Ac qalmaz. Yağış yasamal. Çıxmış. Trana gəzirik yağış havada. Trana. Mən də papaq qoymuşam, soyuq da var. Geldi evdə İrəm, adam başına o qədər şişirdi marketdə. Çəkmənin keçini alıram. Rahimə belə bir, bunu endirimdə olanda almışam. İndi də bahada əl çəkmir Rahim. Bir dənə arasında bitsəydi o. Vitrini də bu alır. Mən şəkər buranı, baklavanı sana yağla edirəm. Anam həmişə belə sana ilə eləyir, belə mən də onu eləyirəm. Çünki qoxu zad gəlmir. Belə bu iki dənə almışam. Smetanı almışam. Şəkər bura üçün. Bir də Rahim özünü sok alıb. Bizim ana bala aldıqlarımız Rahim'den 8 manat 75 qəpik. 1 kilo un götürmüşəm. Başlayıram şəkər bura hazırlamağa. Yağdır. 400 gram yağ lazımdır. Mən sana istifadə edirəm. Həm rəngi yağdır, həm də qoxu gəlmir. Umac kimi eləyəcəm. Mən döymə xəmir eləyirəm. Şəkər burada. Yağla onu umac eləyirəm. Məndə o mikserlərdən yoxdur böyüklərdən. Olsa yaxşıdır. Onu da evi köçəndə alacam. Xəyallarla yaşayaq. Deməli, keçirəm bunu. Xamanı əlavə edeyim. Yumurtasını falan eləyəcəm. Yumurtanı vereyim, bütöv vururam. Digərini isə ancaq sarsın vuracam. Mən əslində istəsəm ala bilərəm. Sadəcə olaraq mən nə də Tural evdə alınma şəkər bura paxlava yeyə bilmirik. Ona görə də evdə özüm hazırlayıram. Bunu hər il ənənə kimi davam elətdirirəm. Xama ilə yumurtanı belə mikserlə qarışdırıb köpürdəndə çox qəşəng olur. Yəni şəkərbranın özü uşaq olur, həm də xəmiri çox gözəl alınır. Hər il şəkərbura paxlavanı özüm evdə tək edirəm. Yəni köməksiz edirəm. Bəs siz necə edirsiniz? Köməyiniz var, yoxsa mənim kimi tək edirsiniz? Siz də şəkərbranı hazır alırsınız, yoxsa evdə özünüz hazırlayırsınız? Xama ilə yumurtanı mikserlə çaldım, belə oldu. İndi başlayacağım xəmir eləməyə. Xəmirin gedişatından asılıdır, südü istifadə eləməyim. Biraz süd əlavə edeyim. Südü də əlavə elədim. Deməli, mən hili özüm düzəldirəm. Belə blenderim var. Temdan zakaz vermişdim bunu. Balaca qab da var, böyük qabı da var. Balacanın içine belə şeylerim var. Təmizləyib tökəcəm içine. Qabığını çıxardıram. Ürəyim gedir də hilini üçün. Şimdi
Hazır paketdə olan hillərdən qoxu elə gəlmədiyinə görə mən belə çəki ilə olan hili alıram çərəz yerindən. Sonra evdə belə təmizləyib üyüdürəm. Dadı iyi, qoxusu əla olur, möhtəşəm olur. Bunu belə qarışdıranda Nilay da Rahim də gəlib qabı iyilirdi ki, nə qəşəng iyi gəlir. Ümumiyyətlə hilin iyi gələn kimi mən uşaqlığımı xatırlayıram. Bizim evdə ömür boyu mamamın evdə hil olurdu və iyi də götürürdü da aləm. Artıq axşamdır. Mən şəkərbura paxlavanı doldurub bükürəm və yeraltı serialına baxa-baxa edirəm. Arxa fonda yəqin səsi də eşidirsiniz. Elə baxmasam da iş gətirir, darıxıram onda. Yeraltı serialını ancaq gecə belə oturub rahat şəkildə baxıram. Amma yemək yeyəndə taşacaq bu dənizə baxıram. Evdə hər bir işim üçün ayrıca bir serial var. Onları gördükcə serialla edirəm. Şimdi bitəndə serialı saxlayıram. Şəkərburanın gördüyünüz qırağını bağlamaq üçün kasada bir su qoymuşam. Barmağımı ona batırıram. Qırağını belə İngilis dadıram. Elə bükürəm. Onda açılmır. Həm də möhkəm olur. Çox qəşəng üsuldur. Bunu ilk dəfə istifadə edirdim bu üsuldan. Doğrudan da şəkərburalarımın heç biri açılmadı. Mən şəkərburaları bükən kimi sırazı bişirmirəm. Biraz quruduram, sonra bişirirəm. Və mənim belə bir ənənəm var. Hər il şəkərbura bişirəndə uşaqlarımın adını şəkərburanın üstə yazıram. Əvvəl Nilayın adını yazırdım. Nilay tək olanda, sonra Rahimin adını yazıram. Ralın özünün də baş hərfini yazıram. Bu şəkərburalar xonçaya qoyuram. Bunu yemirik. Bayram bitənə qədər xonçada qalır. Ən axırda bu şəkərburaları yeyirəm. Bunu hər il edirəm. Hər il xonçamda bu şəkərburalar olmalıdır. Mənim artıq bir ənənəmdir ki, bunu hər il təkrar edirəm. Allah hər ildə bişirməyi qismət eləsin. Budur ilk bişənlər. Baxın, qəşəng bişib ha. İstedi bir dənə. Görürsünüz, altı qızarıbsa, üstü də ağarıb. Deməli bişib. Deməli, bura bir yumurta vurmuşam, birini də ağın. Sarısını da belə saxlamışam, üzrə vuracam. İndi paxlava eləyirəm. Bir stəkan süddür, mayadır. Bir çay qaşığı maya, bir çay qaşığı da pesok. Bir də 2 xörək qaşığı mıxama vurmuşam. Şimdi 150 qram yağı əritmişəm. Yağ. Qarışdırım. Şimdi un əlavə edib xəmir eləyəcəm. Un əlavə edirəm. Az-az əlavə edib 2 stəkan eləmişəm. İkisini de biraz karıştırandan sonra eləyəcəm. Paxlavanı isə necə elədiyimi detallı şəkildə göstərmədim vlogda, çünki hamı eləyir, hamı da bilir, təkrar olmasın deyə belə görüntülərdən göstərdim işin gedişatını. Tək olduğuma görə həm çəkib, həm də hazırlamağı biraz mənə çətin olur. Ona görə də qısa çəkmişəm və düşündüm ki, vlogumu şəkərbura paxlavaya çox həsr eləsəm, sizlər bezərsiniz. Mən xonçamı belə hazırlamışam, dədə-baba üsulundan. Bəzəkli xonçalardan almadım, özüm hazırladım. Şamları belə qoymuşam ki, sonra yandırarıq da, yəni söndürmüşük, bir də arada yəni bayram axşam oturanda süfrəyə belə yandırırıq. Ona görə bunları söndürmüşəm. Uşaqlar da əl vurduğuna görə qopub. Mən həmişə xonçaya belə Nilayın, Rahimin adın, Rahim olmayanda Nilay olurdu. Bir de bizim baş hərfimiz Tural, Səidətun belə heç göstərməmişdim. Belə şəkərbura eləyirəm. Bunları xonçaya düzürəm. Bu yumurtaları da boyadım dünən qaça-qaçla. Bu bilirsiniz nə boyasıdır. Torta
istifadə edirlər krema vurmaq üçün. O yəni zərərsiz kraska olduğuna görə, tort üçün olan yeyilən kraska olduğuna görə mən də yumurtanı o kraska ilə elədim ki, yəni rahat şəkildə yumurtanı yeyə bilək. Yumurta üçün olan rənglərdən istifadə edəndə heç vaxt yemirəm. İğrənirəm, nə də uşağı qoymuram yesin, atıram elə. Amma bu dəfə dedim qoy tort rənglərindən istifadə edeyim ki, həm də yeyə bilək. Belə, bizim xonçamız belədir. Yəni ki, bəyəndiniz. Buradan heç nə yemirik, bu hazır belə qalır. Belə ayrıca qoyuram da oradan yeyirik. Belə, bu da mənim bayram xonçam.